Xətai rayonunda Neapol 15-də, Əhmədlidə, Poçtun binasının yaxınlığında 5 mərtəbəli daş binanın 4-cü mərtəbəsində, Leningrad proyektində, 80 kvadratda 3 otaqdan ibarət mənzilimiz təcili olaraq satılır, dəyərli izləyicilərimiz. Bu qiymət bugünkü gün bazarda yoxdur, dəyərli izləyicilər. Ümumiyyətlə, baxın, bu evin yerləşdiyi ərazidə mənzillər satışa çıxmır. Zərifə Əliyeva adına uşaq bağçasının tam yaxınlığında. Videonun axırında sizə ətrafı da göstərəcəm. Özünüz biləcəksiniz, bura haradır, söhbət hardan gedir. Mənzilin təmirə ehtiyacı var, bəli. Amma bugünkü gün qoyulan qiymət elə qiymətdir ki, hörmətli izləyicilər, bu mənzili 195 min manata paylaşmışdıq. Amma baxın, bu dəqiqədən etibarən bu mənzilin qiyməti 189 min manata endirildi. Qazı, suyu, işığı hamısı qaydasındadır. Hamamsanız elə ayrı-ayrılıqdadır. Allahın köməyi ilə təmir edəndən sonra lap belə qəşəng olacaq. 2 dənə 9 metrlik balkonu var. Çox adam baxın, bu balkonu mətbəxlə birləşdirir, daha da geniş eləyir. Baxın. Ərazini tanıyan tanıyır, çöldən də sizə göstərəcəm. Sənədimiz Kupçadır, 5 mərtəbənin 4-cü mərtəbəsi daş binadır, bilən bilir ki, yəni necə möhkəm tikili binadır. Baxın, bu binada dəyərli izləyicilər, 189 min manata, Əhmədlidə, Neapol 15-də, baxın, əlimlə göstərdiyim yer arxa tərəfi, yəni binanın arxa tərəfi Ukrayna idarəsinə qalxan yoldur, aşağı Əhmədli metrosudur, Poçtun binasıdır, Sarayev küçəsidir. Bugünkü gün belə bir mənzil, bu qiymət